Salam, hər vaxtınız xeyir olsun qızlar. Hər kəsi salamlayıram. Necəsiz? Yeni bir vlogumda hər birinizi xoş gördük. Bu günləri Mart nə idi? Bu günləri oktyabrın 25-i. Qızımın adı. Düzdür, elə bir şey heç eləməyəcəm. Yəni yığıncaq olmayacaq. İnşallah bu illəri beləncəsinə yola verəcək. Gələn il inşallah axşam tərəfi tort alıb eləncə qeyd eləyəcəyik. Deməli belə, qızım məndən nə istədi? Məndən istədi grenki, səhər yeməyinə. Bu günlərdəki günlərdən 6-cı günüdür. Grenki nəzinə grenki eləyim. Oğlum üçün pomidor yumurta istədi, onu eləyəcəm. Sonra bu günləri ola bilsin ki quta bilədim. Quta biləyəcəm. Bir də tort. O yaman kalorini da. Ola bilsin ki mən yemədim. Səhər yeməyimə suyumu içmişəm. Səhər yeməyimə özümə smoothie hazırlamışam. Qızlara da demişəm. Kim istəyib hazırlayıb, kim istəmirsə bunu başqa bir şey demişəm hazırlasınlar. Elənçinə yeyəcəklər səhər yeməklərini. Mən elə yeməmişəm. Çünki su içmişəm. Biraz gözləyirəm suyun vaxtı keçsin. Heç olmasa ən azından bir yarım saat 35 dəqiqə belə keçsin. Su qəbulundan sonra ondan sonra yeyəcəm yeməyimi. Meyvə də əlavə eləyəcəm. Görün belə. Buna banan yaxşı gedir. Belə nektarin olan meyvələr qəşəng gedir. İndi görün. Evdə alma var. Feyxua var. Nar var. Narı istəmirəm. Nar yox. Nar ona getməz, yaxşı getməz. Görün, yəqin alma ilə. Almanı çörkadan keçirdib elənçinə yeyərəm. Baxın. İçərisində deyim sizə nə var da. Axşamdan düzdür, südün içərisinə də tökmək olar, qatığın içərisinə də tökmək olar. Hardasa bir 2 xörək qaşığı çiyə toxumunu götürdüm. Qatıq südlə qarışdırırsınız bunu, axşamdan tökürsünüz. Üstünə Herkules əlavə eləyirsiniz. Səhərə kimi qalır. Meyvə də, məsəl üçün arasına meyvə də qoya bilərsiniz. Banan, alma, bütün meyvələrdən. İndi mən məsəl üçün sər-sər çörkadan keçirdib belənçinə yeyəcəm. Bəhməz də əlavə eləyə bilərsiniz ki, biraz şirin olsun. Bal, bəhməz, stevia, şəkər əvəz edici. Bax belə. Evdə nə varsa da onlardan. Mən ən yaxşısı salamatlı lavaşımı hazırlayım. Axşama doğrudur, nəzin getdi dərsə, əti bişirdim. Əti belə bişirdim, narı dənələdim, duzunu vuracam, stüyotum qutarıb. Bunu indi əlavə eləyəcəm onun içərisinə. Burada qızımın tortuşkası gəlib. Dən göstərim. Nəzrin ad günü mübarək. Bu lentçikanı çıxardarıq. Heç bilməm, xalçenka qoyum çıxdı. Bu qalsın. Qobidən bunu bağlayayım. Gəlin başlayaq. Sililgəni də qaldırım yuxarıya belə. Gəlin başlayaq.
Belə qızlar, qutabı bitirdim. Hələ inansız nə qədərsi yeyilib. Burada bilməm daha 12 dənə qalıb, yoxsa 10 dənə qalıb. Elə isti-isti oğlum yedi, yoldaşım yedi, elə mən biraz yedim. Əslində yeməməliydim, amma dayana bilmədim. İldə bir dəfə nar vaxtı sezonu olanda, nar sezonu olanda onda qutab bişirirəm. Hə, şu sabahlar onsuz da şey eləyərəm. Pəhriz saxlayaram. Detoks günü eləyərəm. Qızım gəlsin, oğlum getir arxasınca. Gəlsin. Lentiçkabı at. Yo, burada var da top kitabı. O şeydi, yağlıdır. Yağlıdır. Dünən geçençənə tortumuzu yedik. Kızımın tortunu yedik. Bəhbəhlə sərdə yedik. Tortumuz bitib, axşamdır. Dedim bir də videonu tamamlayayım. Bu günləri kotlet eləmişəm. Burada deyim. Kotletdir, kartof kızartması, bir də mərci sup, tərəvəzli sup eləmişəm. Deyirəm bir dənə qabları yuyum. Qazın içərisindəki kofe tökülüb. Onu bir dənə sileyim. Qızlar, kim ki bilirəm ki təbrik eləyirsiniz. Hal-hazırda hər kəsi çox sağ ol, Allah razı olsun təbrikiniz üçün. Kimin ki ad günüdür bu günləri, mən hamını təbrik eləyirəm ürəkdən, dərin qəlbdən, düz dedim. Ürəyim dərinliyindən hər kəsi təbrik eləyirəm. Balacadan tutmuş böyüyə kimi hamıya can sağlığı arzulayıram. Uzun ömür, belə deyim də, qısa ömürdə olsa, amma xoşbəxt bir, mənalı bir ömür sürməyə arzulayıram. Allah istəklərinizə çatdırsın, muradlarınıza çatdırsın, arzularınıza çatdırsın inşallah. Qızlar, biraz uşaq ki 11'dir, inanırsınız ki, bilmirəm sizi necə, amma mən elə bir ki, necə deyim sizə, necə izah edeyim sizə, elə bir biraz şeydəyəm, çox narahat oluram qıza görə. Fikrimi cəmləyə bilmirəm. İnansız videonu açmamışdan qabaq istəyirdim nəsə söz deyəm, yadımdan çıxdı. Kimin ki balası hazırlaşır, 11-ci sinifdir. Allah səbir versin. Bol şans diləyirəm hər kəsə, qızlar. Bol şans diləyirəm. Belə sağ-salamat, belə necə deyim, ayıq başla imtihana girsinlər, ayıq başla da çıxsınlar oradan. Heç oğlumda beləcə həyəcan keçirtməmişdim, necə ki nəzrində. Buna da fikir verməyin. Qapaq tapmadım bunun üçün. Bunun balacası var məndə. Tapmadım, elə əlimə keçdi. Bunu qoydum bunun başına. Ki şey olmasın da, toz yığılmasın onun içərisinə. Bir dənə toyuğu gözləyirəm. Toyuq elə bir bişsin. Bunu da çıxardacağım, götürəcəm. Qazın içərisini silərik birlikdə. Bu da tərəvəzli supdur. Qoymuşdum qana, mərci supudur. Tərəvəz. Bibəri, kökü, toyuğu da var orada. Sonra şüt. Mən ümumiyyətcə suplarda heç sevmirəm də. Bu dəmiri götürməm çünki qızdıracam. Nəzrin gəlsin, yeməyi verəcəm ona.
Heç sevmirəm supun içərisində keşniş. Aman Allahım, o dadı heç keşnişi ancaq çiğ-çiğ yeməyi xoşlayıram. Elə bir bişəndə o belə interesi belə dad verir. Bir də bunları da yuyacağam. Bir dənə qazın bunun içərisini silək. Bunu götürüm. Sonra yenə qoyaram üstünə. Kofe tökülüb bunun üstündə şəkil çəkir. Şəkil çəkmişəm ay qızlar. Ancaq məndən çıxarır belə şeylər. Elə də geçən o bir dənə sənət əsəri var. Qumun üstündə şəkil çəkirlər, qumun üstündə yazırlar, adları yazırlar. Bax, bu da o elənçinə. Elə maraqlıdır ki. Bəzi qabları yumuşam. Qab bitmir də. Sevmirəm qabı yumağı. Gəlin mən sizə ştativə otuzdurum. Buraları yığışdıraq, buraları deyə. Quşları da qoymuşam şeyə, qonaq otağındadılar. Kuxnadan çıxartmışam. Həddindən artıq çox səs eləyirlər. Və mənim artıq elə bir ki, əsəblərim dözmür onu. Ona görə apardım, qoydum ora. De, gəlin göstərim sizə. De, işıq düşür. İşıq düşür. Ona görə səs eləyirlər. De. Bu çox qəşəng bir şeydir. Bunu özüm tikdim də. Çox yaxşı şeydir. Həddindən artıq tozu şey eləyir, qoruyur. Yemdən də qoruyur, tozdan da qoruyur. Bundan sular var, sabahlar dəyişirəm. Yatın, gecəniz xeyrə qalsın. Işığı deyirlər ki, səs salırlar ki, ışığı söndürgünə. Yem də qalsın. Gəlin qazın içərisini qəşəng silək. İşıq da, bir işıq da lampoçkası yanıb. Qalmışam ürəyə, adamda ürəyə sıxılır. Hal-hazırda elə ciyərim yanır. Hal-hazırda bitki çayı içmək istəyirəm. Elə bir öyrəşmişəm, axşamlar bitki çayı içmək. Fərqi yoxdur. Düzdür, əsas ən çox yaşıl çay içirəm axşamlar. O mənim təzyiqimi həddindən artıq çox yaxşı edir. Əgər bitki çay içə bilirsinizsə və təzyiqdən əziyyət çəkirsinizsə də, bitki çay için, yaşıl çay, o sizi təzyiqinizi bilsiz eləyəcək, normallaşdıracaq, çox qəşəng eləyəcək. Mən elə bir ki, dadanmışam da o yaşıl çaya. Çox az qalıb. Axırıncı dəfə mən yaşıl çay, Azər çayının yaşıl çayını almışdım. O biraz acıdır. Ümumiyyətcə Azər çayın, qara çayda, yaşılda biraz acılıq var onda. Tüddüyü var onda. Elə də çox xoşlamıram. Amma deyəsən mən ilk dəfə aldığım, İlk dəfə deyəsən mən almışdım. O deyəsən səhv eləmirəmsə Betanın çayıdır. Bax, mən elə bir ki, iyun ayının 18-dən mən pəhrizə başlamışam da. 18-dən də ki, mən yaşıl çay almışam. İndiyənə kimi cəmi 2 paçka yaşıl çay istifadə eləmişəm. Yəni, çox qəşəngdir. Buna əl vura bilmərəm, qaynardı. Yəni, pis deyil, yaxşıdır.
Başlasan. Maşında paltarlar da yuyuldu. Bunları götürək buradan. Qalan paltarları atım yuysun. Və başlayacağım zəfəranları atlamağa, təmizləməyə. Yoxsa bir dənə buranı gözləyirəm, bir dənə buranı lampiçka taxaq. Biraz işıqlı olsun, ürəyim sıxıldı. Belə qızlar, qabları yudum. Bir iki dənə qab var, çıxdı. İndi də ki, istəyirəm sizinlə sağollaşım. Çünki zəfəranı təmizləyəcəm. Qab götürdüm. Gəlin buranı bağlayayım. Ya Allah. Ya Allah deyə başlayaq. Bunları buradan boşaldım, tərləməsinlər. Bunları indi eləmək lazımdır ki, gecə saat 1-ə işləyir. Burada nə var? Heç nə yoxdur. Bunları eləmək lazımdır ki, sabaha kimi qalıb, görürsünüz, belə islanır, təriyir, sonradakı pis çıxır. İndi tez eləmək lazımdır. Qarışıqlara bax. Hə, get. Get yat, sabah səhər tezdən dur. Yaxşı? Vay, qarışıqlara bax. Hə? Əlcək var. Əlcək. Hardan əlcək daxil? Ver də mənə. Nəzir, onu ver mənə. Şeyi. Aha, podstavkanı. Qızlar, süfrəni gördüyünüz kimi süfrəni dəyişdim. Çünki o parça süfrə sərf eləmir. O parça süfrəni işlətmək üçün gərək üstündən bir dənə görsənməyən şəffaf bir süfrə qoyasan ki, onunla alınmır. Elə tökülür üstünə, kir olur. Həm də tərpənir, o yan bu yana gedir. Ona görə onu çıxartdım, yudum. İndi hava küləkdir. Sabahları sər paltaları sərərəm. İndi deyəcəksiniz ki, axşam niyə sərmirsən? Çünki biraz özümü yaxşı hiss eləmirəm, ona görə balkona çıxmıram. Deyəcəksiniz ki, Nəzrinə niyə demirsən? Nəzrin qoy eləsin, yekli qızdır. Nəzrinin hal-hazırda 5 dəqiqə vaxtı yoxdur. Yəni 5 dəqiqə biraz vaxtı olan kimi deyirəm, bir balaca dincəl ya da yat, yuxu al. Ona görə İnşallah gələn il çox şey buyuracam. Özünə də demişəm. Bu il sərbəst buraxmışam Nəzrini. Əl dəymirəm mən ona. Amma iş görəndə eləyir. Yalan nə deyim, mənə çox köməkli eləyir. Yəni düzdür, çox şeylər mən demirəm, çox şeylər göstərmirəm, amma həddindən artıq mənə çox dəstəkdir, çox kömək olur. Məsəl üçün, ən çox da məsələn evə qonaq gələndə çox mənə kömək olur. Yeməklərdə mənə kömək eləyir, evləri yığışdırmaqda kömək eləyir. Ona görə demişəm, indi bu il boş buraxmışam. Yəni çox üstünə getmirəm. Heç ad gününü də keçirtmədik. Dedim gələn il inşallah. Gələn il rahat keçirdərik. Belə, mən bunları yavaş-yavaş artlayım, təmizləyim. Bəzi xanımlar götürür bunu saxlayır. Nə deyirlər ona? Çaya istifadə eləyir də. Amma mən yox, atıram gedir. Bunlar quruyanda bilsiz necə büzüşürlər, pis olurlar. Ona görə mən atacağam. Neyimə lazımdır bunları saxlamaq. Belə. Hər kəsi salamlayıram. Özünüzə yaxşı baxın qızlar. Allah'a emanet olun. İnşallah bu videonu paylaşın. İzləyərsiniz. İnansız mənə demək düşmür. Deyəndə ki, hər gün video paylaşacağam, paylaşa bilmirəm.
alınmır məndə. Mən ümumiyyətcə qabaqcadan heç nə deməyə düşmür. Qızlar oldu. Hər birinizi öpürəm. Çox sağ olun ki, məni izlədiniz. Allah amanda olun. Özünüzə yaxşı baxın. Çoxlu like, çoxlu like qoyun mənə. Hə, mən də çalışacağam ki, tez-tez video çəkirmək yenə dedim. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə qalsın. Hələlik.